Salam, hər vaxtınız xeyir əziz Futqaz TV izləyiciləri. Sizlərlə yenidən biz növbəti transfer radarının artıq yubiley demək olar 30-cu buraxılışındayıq. Yenə də sizin qarşınızda Ziya Əsgərov. Salam Ziya, xoş gördük. Salam Rafael, xoş gördük. İzləyicilərimizi salamlayıram. Çox sağ ol, yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam, çox sağ ol. Bilirik ki, biraz transfer xəbərləri azdır. Hələ ki bir yeniliklər çox da yoxdur, amma yenə də xəbərlərim var. Buyur, söz səndədir. Bəli Rafael, hal-hazırda əsas 1-2 klubumuzu çıxmaq şərti ilə transfer bazarında Azərbaycan klubları bir qədər sönük görünür, amma buna da səbəb var. Hələ ki rəsmi olaraq transfer pəncərəsi təqdim olunmaq üçün açılmayıb, iyulun 1-i açılacaq. Ancaq transferlər edirlər klublarımız, ictimaiyyətə təqdim eləyirlər. Elə başlayaq. Son günləri bir qədər sürətlə keçirən Qarabağdan. Qarabağ yeni transferlər açıqladı. Demək olar ki, 2 gün içindəki transferi açıqladı və bundan əlavə Qarabağdan gedənlər də oldu ki, hansı ki, ötən transfer radarı verilişlərimizdə hansı proqnozları vermişdiksə, ayrılmaq istəyən oyuncularla bağlı onlar da artıq Qarabağdan ayrıldı. Mən istəyirəm elə başlayım gələnlərlə. Artıq Qarabağ da özü rəsmi açıqlama verib ki, Bruno Langa və Samuel Lobato transferləri bitib. Kimdir Bruno Langa? Gəlin onu tanıyaq. Müdafiəçidir Bruno Langa və sol cinah müdafiəçisidir. Bu alınıb Elvin Cəfərquliyev və Toral Bayramovun boşluğunu doldurmaq üçün və görünən odur ki, Qurban Qurbanov Qnalində artıq çempionat oyunları üçün istifadə edəcək. Onu Avrokubok oyunlarında əvəzedici kimi düşünür. Oyunçunun klubu Almeriyadır, 28 yaşı var idi və son mövsümü icarə əsasında Estrela heyətində Portuqaliya liqasında keçirib bu futbolçu. Mozambik millisinin də üzvüdür. Bir maraqlı məqam var ki, Rafael, bu futbolçunun 28 yaşı var, boyu 1,69 m-dir və kifayət qədər sürətli bir futbolçudur. Yəni, çox sürətli bir futbolçudur. Cinahlardan yaxşı reytləri var, fiziki güclü oyuncudur, ancaq belə deyək, qol qatkısı zəifdir futbolçunun. Hücum fazasında zəifdir. Hücum fazasında zəifdir. Son 54 oyunda cəmi 2 qol vurub bu futbolçu. Qol vurmağı tamam başa düşmək olar, ancaq asistlərdə də bir qədər zəif qalır futbolçu. Çox asist etməyib. Ancaq Qarabağ bu futbolçu üçün çoxlarına bəlkə də məlum deyil, astronomik məbləğ saymaq olar Qarabağ üçün müdafiəçiyə xərclədiyi bir pulda. İspaniyanın AS qəzetinin məlumatına görə, bilirik ki, bu çox etibarlı bir mənbədir. 1 milyon avro pul ödəyib Qarabağ Almeriyaya. Almeriya da bu futbolçunu Portuqaliyanın Chaves klubundan 1,2 milyon avroya transfer edib. Yəni, bu transferdə uduzmayan komanda Almeriya oldu. Çünki icarə əsasında da Estrelada pul qazandı və Qarabağda 1 milyon avro pul ödədi bu futbolçuya görə. Məncə, Qarabağın son transferlərinə baxsaq, 10 il ərzində müdafiəçiyə ödədiyi ən yüksək məbləğlərdən biridir. Ümid edək ki, bu futbolçu özünü doğruldacaq. Bir məqamı da nəzərinə çatdırım ki, izləyicilərimizin, bu futbolçu ötən mövsüm Pafosun Çempionlar Liqasında, liqa mərhələsində elə Qarabağla oynayan vaxt, ötən mövsüm oynadığı vaxt 11 Çempionlar Liqası oyununa çıxıb, burada təsnifatlar da daxildir və Pafosun heyətində cəmi 7 liqa oyununa çıxıb, 11 Çempionlar Liqası oyununa. Demək ki, Pafos da bu futbolçunu Çempionlar Liqası üçün fikirləşib, ancaq Pafosun bu futbolçunun heyətində saxlamaması bir qədər bəzi şübhələr yaradır. Çünki inanmıram ki, Pafos bu futbolçudan razı olsaydı, onu heyətdən buraxardılar. Pafosun kifayət qədər maliyyə şərtləri də çox yaxşıdır. Bu futbolçunu heyətdə saxlaya bilərdilər. Ancaq artıq Qarabağ bu futbolçunu alıb və sol cinah müdafiəsi Qarabağın əsas oyuncusu artıq Bruno Langa olacaq. Ümid eləyək ki, Qarabağ da özünü doğrultsun. Ən azından ən pis halda heç olmaz Elvin Cəfərquliyev kimi oynasın. Ondan daha yüksəklərə qalxar. Ümid eləyək. Keçək Rafael ikinci transferə daha az öncə səsləndirmişdim. Samuel Lobato da bu yarım müdafiəçidir. Portimonense klubundan gəlib. 24 yaşı var. Bu artıq Qarabağın elədiyi, səhv etmirəmsə, 4-cü artıq rəsmi transferidir Samuel Lobato. Samuel Lobatoya da Qarabağ karyerasında uğurlar arzu edirik. Üçüncü transfer də var ki, 2 veriliş öncə səsləndirmişdik. Qapıcı Martin Zlomislic transferi. Bu transferin demək olar ki, bütün detalları bitib. Ancaq bilirik ki, bu qapıcı dünya çempionatında da hal-hazırda Bosniya-Hersegovinanın heyətində. Ehtiyat qapıcıdır, ancaq dünya çempionatında. Dünya çempionatından
Bosniya nə vaxt qayıtsa, futbolçu yəqin ki, Rəsmi müqavilə bir imzalayacaq. həftə, 10 gün falan dincəldikdən sonra Qarabağla rəsmi müqavilə imzalayacaq və Zlomisticin gəlişi biz ötən verilişlərimizdə demişdik, Fabian Bunticin gedişi idi və Fabian Buntic də klubdan ayrıldı. Yaxın vaxtlarda yəqin ki, Qarabağ klubu özü də rəsmi açıqlama verəcək. Klubdan ayrıldı demişkən, Rafael Leandro Andrade'nin ayrılmağını hələ heç bir səhifə paylaşmadan biz Andrade'nin təxminən 15 gündür, 20 gün öncə də bildirmişdik ki, agentinə bildirib ki, mənə klub tap və Leandro Andrade Qarabağdan ayrıldı. Andrade bu qədər müddət ərzində Qarabağda çox yaxşı oyunlar keçirib, 60 qol, 63 asistlə səhv etmirəmsə yadda qalıb. Yəni kifayət qədər yaxşı göstəricidir. 250-dən yuxarı oyun keçirib. İllərdir artıq Qarabağda çıxış edirdi. Çempionlar Liqasında da uğurlu oldu və Qarabağın ən dəyərli oyunçusu. Bəli, gedəcəyi klub 60 qol 61 asistlə yadda qalıb. Gedəcəyi klub Ukraynanın Polesya klubudur. Maraqlıdır ki, Andrade bunu maaş məsələsinə görə edib. Qarabağla maaşda razılaşa bilmədi. Müharibə gedən bir ölkənin klubuna transfer olur bu futbolçu. Bir məqam da maraqlıdır ki, Rafael, yəni 3-cü pilləni tutub Ukrayna çempionatında və səhv etmirəmsə Konfrans Liqasında iştirak edəcək bu klub. Bəli. Andrade'nin şəxsən Qarabağı maaş məsələsinə görə tərk etməyi məncə Qarabağ verə bilərdi o maaşı. Andrade kifayət qədər yaxşı futbolçudur və dinamik bir futbolçudur. Bilirik ki, Qurbanov hər zaman onu 60-cı dəqiqədə əvəzləyirdi. Bəlkə də fiziki göstəricilərindən razı deyildi, amma artıq Leandro Andrade Qarabağı tərk etdi və Qarabağın ən dəyərli futbolçularından biri idi. Daha öncə qeyd etdik. Birincisi idi, 3 milyon transfer dəyəri var idi futbolçunun. Kifayət qədər də Azərbaycan çempionatına görə çox yaxşı bir sambala sahib bir oyunçu idi. Andrade'yə də Ukrayna karyerasında uğurlar arzu edir. Hələ ki, amma rəsmi müqavilə imzalamayıb Ukrayna klubu ilə. Son anda fikrini dəyişə bilər. Və ayrılacaq futbolçulardan biri də artıq bunu 3-cü verilişdir deyirik, Marko Yankovicdir. Marko Yankovicin transfer məsələsində bir yenilik olub. Deməli, nədir bu yenilik? Bilirik ki, Marko Yankovicin agenti Konyasporla danışırdı, danışıqlar aparırdı. Qarabağla Yankovicin bir illik müqaviləsi qalıb və Qarabağ Konyaspordan 1 milyon avro tələb edirdi bu transferə görə. Konyaspor isə bildirib ki, Yankovicə sənin maaş məsələsində hər bir şeydə razıyam. Qarabağla endirmək get, mən səni transfer edim. Qarabağ isə bu məbləğə razılaşmayıb. Konyaspor da bildirib ki, maliyyə fair play hal-hazırda bizdə var. Ona görə mən bu məbləği ödəyə bilmərəm. Qarabağ razılaşmasa, gələn il Yankovic azad agent kimi gedəcək. Ancaq məncə getmək istəyən bir futbolçunu Qarabağ saxlamaq olmaz. Qarabağ bu transferdən 300 min avroda, 400 min avroda qazansa artıq qazancdır. Yəni Yankovici bir il saxlayıb məcburi oynatmağın heç bir adı yoxdur. Əlbəttə ki, futbolçu professionaldır. Bəlkə də Yankovic möhtəşəm mövsüm keçirib Konyaya yox, başqa kluba da gedə bilər. Amma bu onu göstərir ki, yəni Qarabağ futbolçusu kefsiz olacaq, göndərməlidir. Sabahla Kubokun finalında da bu futbolçu bir qədər aqressiyasını nümayiş etdirmişdi. Yankovic hətta. Burada məsələ belədir. Konyaspor bildirib ki, klubunla danış, transfer məbləğini aşağı sal və biz səni transfer edək. Qarabağdan yaxşı maaş təklif edir Konyaspor bu arada. Yankovic isə klubla danışır. Əgər razılıq əldə olunsa, biz Konyasporda görəcək Yankovici. Yox, əgər Qarabağ transfer məbləğinin azaldılmasından, israrından vazgeçməsə, artıq Marko Yankovic böyük ehtimalla Qarabağda qalacaq, növbəti mövsüm komandadan ayrılacaq. Bundan əlavə Rafael, Qarabağ əsas diqqətlərin yönəldib hara? Leandro Andrade'nin gelişindən sonra sağ cinah hücuma meylli yarım müdafiəçi və 2 mərkəz müdafiəçisi axtarır. Joao Goulartın hal-hazırda ötən verilişlərdə də bildirilmişdi hansı yerdədir. Qarabağ 1.5 milyon avro pul ödəmək istəmir. Digər müdafiəçi isə digər müdafiəçi axtarışındadır. 2 mərkəz müdafiəçisini Qarabağ transfer edəcək. Çünki Medina ayrıldı komandadan. Hal-hazırda komandanın əsas sütunları, belə deyək ki, mərkəz müdafiəçi Bəhlulla Bədavi qalır. Bədavinin də yaşı məlumdur və Qarabağ 2 müdafiəçi ilə heç yerə gedən deyil, ən azından
4 müdafiəçi olmalıdır ki, Bəli, bəli. çempionat oyunları, Avrokubok oyunları bu komandanın heyətində çıxış edə bilsinlər. Ona görə Qarabağ mütləq şəkildə 2 mərkəz müdafiəçisi alacaq. Joe Goulart hələ də siyahıdadır. Ola bilər ki, transfer məbləğini Joe Goulartla Basel də maraqlanır. Baselin təklif etdiyi məbləğ 1.5 milyon ödəsələr, Goulart Baselə gedə bilər. Hələ ki, bu məsələ açıqdadır. Yəni heç bir rəsmi cavab yoxdur. Ötən verilişimizdə bildirmişdik, Neftçidə transferlər olacaqdı. Təxminən 6 əcnəbi futbolçu transferi gözlənilirdi və ilk gələcək futbolçulardan biri də Gustavo Klinsmann oldu. Gustavo Klinsmann hücumun arxasında oynayır, yarım müdafiəçidir. Hücumun cinahlarında da oynaya bilir, yarım müdafiədə hücumçunun arxasında da oynaya bilir. Danışıqlar son mərhələdədir. Böyük ehtimalla veriliş bəlkə də yayıma gedən vaxtı Neftçi açıqlaya bilər. Kimdir bu futbolçu? Santa Clara'da çıxış edir Portuqaliya liqasında. Abola'nın məlumatıdır. Bu artıq demək olar ki, Rəsmi. hər bir şey bitib. Bəli, Braziliyalı futbolçudur. 1.79 m boya malik bir futbolçudur. Neftçi bu transferə görə təqribi məbləğ olaraq manatla söyləsək 400-500 min manat qarşı tərəfə məbləğ ödəyəcək. Vissel Kobe'də də oynayıb bu futbolçu Yaponiya liqasında. Ümumiyyətlə son 4 ildə Rafael bu futbolçu son 4 mövsümdə cəmi 4 qol 6 assistlə yadda qalıb. Çıxış etdikləri mövsümlər ərzində 16 oyunda isə 1 qol 1 assistlə yadda qalıb. Maraqlıdır ki, Neftçinin heyətində bu futbolçu özünü necə doğrulda biləcək? Çox böyük sualdır. Bəli, mən əslində yəni klublarımız transfer edəndə mən Rafael gözləyirəm ki, Vernidub məsələn ötən mövsümü yaxşı keçirdi Neftçiyə görə. Samir Abbasovla başlayıb Verniduba keçdilər və kifayət qədər də uğurlu oldu və onların qarşısına elə bir şans yarandı ki, artıq Konferans Liqasının ikinci təsnifatında və ikinci təsnifatda Neftçinin dişinə görə bir rəqib düşdü. Bəli. Transferləri biraz daha da yüksək səviyyəyə qaldırsalar, məncə Konferans Liqasının liqa mərhələsində oynaya bilərlər. Çünki qarşıda ikinci mərhələni keçsələr, cəmi 3-cü və play-off mərhələsi qalır. Belə səviyyəli oyuncu demişkən, Neftçi tanınmış bir hücumçu və tanınmış bir müdafiəçi transfer edəcək. Kifayət qədər yəni məşhur bir simadır. Yaxın günlərdə məlum olsun, hətta transfer radarını gözləmədən belə Instagram səhifəmizdə də açıqlaya bilərik. Neftçinin maraqlandığı bir müdafiəçi də var, ancaq sadəcə təmaslar maraqlanmaq səviyyəsindədir. Hələ ki rəsmi təklif falan olmayıb. Felix Eboa müdafiəçidir. Bolqarıstanın Arda klubunda oynayıb. Bilirik Cəlal Hüseynovla bu futbolçu forma geyinib. 29 yaşı var, Kamerunludur bu futbolçu. Hal-hazırda azad agentdir. Qarabağın sevdiyi azad agentlərdəndir. Bəlkə də Neftçi almadı, Qarabağ bəlkə gətirdi bu futbolçunu, bir də gördün. Hər bir şey ola bilər. Bu futbolçu bilirik ki, PSG-nin getirməsidir. Gengamda çıxış edib, elə Gengamda oynamış bir futbolçu da Falaye Sako var idi, Neftçidə çıxış edən. Bu futbolçuları yaxından tanıyır, ancaq hələ ki rəsmi təmas olmayıb, skautları bu futbolçunu izləyir. Və biz keçək Neftçi transferi, Neftçi haqqında bu qədər. Rafael, davam edirəm Sabah klubu ilə. Sabah bilirik ki, yaxın günlər ərzində Junior Rivaldo Almeida transferini açıqladı. Bu Qarabağ kimi artıq Sabah da Portuqaliya liqasına yönəlib Marítimo klubunda çıxış edirdi. Müdafiə xəttini gücləndirmək istəyir klub. Klubda kifayət qədər müdafiəçi olduqca da rotasiyalar rahat gedə bilir Dambrauskas. Ona görə Sabahın uğurlarında bu faktor da danılmazdı. Sabah isə yeni transfer etdiyi Andre Santos'u İberia klubuna, Gürcüstan İberia klubuna icarəyə verib. Maraqlıdır. Yəqin ki, futbolçunun inkişafı üçün əsas Dambrauskas bəlkə də görüb ki, əsas heyətə düşə bilməyəcək, amma potensialı var. Göndəriblər, inkişaf etsin, hazırlaşsın, gəlsin. Və Sabahdan ayrılan Jesse Sekidika var idi. O barədə xəbər verim. Jesse Sekidika Koreyanın Gangwon klubuna transfer olub. Maraqlı karyeradır. Galatasarayda oynayıb Sekidika. Azərbaycan liqasında çıxış etdiyində artıq Koreyaya yönlənib. Sabah haqqında bu qədər. Keçid alaq Turan klubu haqqında məlumat vermək istəyirdim Rafael. Turan klubu biz Instagram səhifəmizdə də bildirmişdik. Post kimi Yegor Baborini transfer edəcək. Qapıçıdır, 32 yaşı var və Zenitdə forma geyinən qapıçı olub. Zenitin əsas heyətində düzdür təxminən 15-20-yə yaxın oyun keçirib.
1 metr 91 sm boya malikdir. Son klubu isə Ulyanovsk olub. 4 il Torpedo Moskvada oynayıb. Müqaviləsi bitib və 1 ildə Rubində forma geyinib. Bilirik ki, Qurban Berdiyevin sevdiyi klublardan biridir. Ümumiyyətlə, Qurban Berdiyev, Rafael, fikir verirsənsə, Rusiya bazarına çox yönəlir. Əsasən də qapıçılara. Yəni, qapıçılar transfer edir Rusiya bazarından. Bəlkə, səncə uğurlu saymaq olar, yoxsa yox? Mən dəqiq bilmirəm. Çünki bu Turana gələn artıq Rusiya liqasında oynamış növbəti qapıçılardan biri olacaq. Sadəcə Rusiya liqasına hakim olduğu üçün məncə də ora yönəlir. Çünki bildiyi və tanıdığıdır və rahat şəkildə də maraqlana bilir ki, bu oyunçu nədir, necədir. Soruşduğu adamlar var, belə deyək. Qapıçıya Turanda uğurlar arzu edir. Turan hələ ki rəsmi bu qapıçını açıqlamayıb, ancaq çox şərtlərdə razılıq əldə olunub, artıq qalır rəsmi müqavilə imzalanıb ictimaiyyətə təqdim olunsun və İbrahim Vaci Turandan ayrıla bilər. Turan bu futbolçunu göndərə bilər. Çıxışından Qurban Berdiyev razı deyil. Qarabağda olan Vaci, Turanda olan Vaci tam fərqli bir futbolçulardır sanki. Ona görə Turan yüksək maliyyəti səbəbilə bu futbolçunu komandadan göndərə bilər. Rafael, Turan haqqında bu qədər və Cəlal Hüseynov haqqında demək istəyərdim. Ötən verilişimizdə Cəlal Hüseynov haqqında danışmışdıq. Bolqarıstanın Arda klubunda bu futbolçu son mövsümü keçirmişdi. Kifayət qədər də oyuna çıxmışdı. Demək olar ki, heç bir oyunu buraxmamışdı. 39 oyun oynamışdı. 23 yaşlı milli komandamızın müdafiəçisi Rumıniyanın Petrolul klubuna transfer olub. Cəlala karyerasında uğurlar arzu edirəm. Çünki Azərbaycana qayıtmadı. Bəlkə də Azərbaycana da qayıdıb oynaya bilərdi. Rumuniyada aldığı maaşdan da çox maaş ala bilərdi. Amma bu futbolçu ölkə xaricində oynamağa üstün tutdu. 23 yaşlı müdafiəçimizə uğurlar arzu edirəm və inanıram ki, Cəlal gələcəkdə milli komandanın əsas üzvlərindən biri olacaq və müdafiənin əsasını təşkil edəcək. Araz Naxçıvan haqqında qısaca danışmaq istəyərdim. Araz Naxçıvanda bilirik ki, Cavid Hüseynov dövrü başladı və bu Cavid Hüseynov həmişə antirekordlarla yadda qalıb. Baş məşqçisi olduğu komandanı həmişə aşağı liqaya düşüb Cavid Hüseynovun. Bu dəfə ümid edək ki, elə olmaz. İlk transferini edib 27 yaşlı Luka Dumančić, Xorvat futbolçu, yeni mövsümdən etibarən Araz Naxçıvanın heyətində çıxış edəcək. Onunla anlaşma 1 illikdir və Rafael hardan gəlib? İndoneziya liqasından. Xorvatiyalı futbolçu İndoneziyanın Persis klubundan Araz Naxçıvana keçəcək. Onu da qeyd edək ki, Araz Naxçıvan buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İskəndarovla yeni müqavilələr imzalayıb. Araz Naxçıvana da uğurlar arzu edir və Rafael, bu transfer xəbərlərimiz bu qədər. Bəzi izləyicilərimiz soruşur ki, yeni adlar olsun Qarabağda. Bildirmək istəyirəm ki, ad xatirinə ad çəkmək istəmirəm. Yəni, o qədər futbolçu var ki, hal-hazırda bazarda. İstənilən bir futbolçunu Qarabağın adına yaza bilərik. Məsələn, Şavi Babikanı yazırlar Qarabağın adına, amma rəsmi heç bir ortada xəbər yoxdur. Bəzi transferlər bizim gözümüzdən yayına bilir və yaxud da məsələn Bruno Langa transferi kimi son günə qədər Qarabağ bu transferi çox gizli saxladı və artıq Bakıda olanda bir çox saytlar da yazdı, mənbələr də yazdı, Bruno Langa Bakıdadır. Bəli, son gün bilindi, ancaq bu transferi Qarabağ çox gizli açıqlamışdı. Lobato transferini isə son transfer radarında onsuz da biz səsləndirmişdik və Lobato Qarabağa transfer oldu. Videonu bəyənin. Transferlərimi daha çox şərh yazsa, daha çox bəyənsəz, daha da sizin qabağınıza yeni xəbərlərlə, yeni verilişlərlə çıxacaq. Yaxın günlərdə Rafael, mən Əli üçlü bir podkastda çəkərik, izləyərsiniz. Sağ olun, salamat qalın. Növbəti videoda görüşənədək.